Kəpənək. Leyla bağda kəpənəkləri izləyirdi. Kəpənəklər sanki çiçəklərin qanadları idilər. Birdən ağlına bir fikir gəldi. Bəlkə kəpənəklərdən birini evə aparım. Beləliklə, o təzəcə çiçəkdən bir kəpənək tutub evinə qaçdı. Sən mənim otağımda yaşayacaqsan. Qorxma, buradakı gülləri çox bəyənəcəksən, deyə kəpənəyə pıçıldadı. Leyla kəpənəyi otağına apardı. Pəncərəni bağladı və onu dibçək güllərinin üzərinə qoydu. Lakin kəpənək çırpınaraq özünü şüşəyə vurmağa başladı. Uçub getmək istəyirdi. Leylanın anası pəncərədə çırpınan kəpənəyi gördü və təəccüblə soruşdu. Leyla, kəpənəyi sən tutmusan? Leyla sevincək dedi. Bəli, ana, mən tutdum və istəyirəm ki, o mənim otağımda yaşasın. Anası isə ona diqqətlə baxaraq söylədi. Leyla, o evdə yaşaya bilməz. Görmürsən necə çırpınır? Onun yeri təbiətdədir. Ona təmiz hava və azadlıq lazımdır. Leyla məyus olsa da anasının sözlərini düşündü və pəncərəni açdı. Kəpənək qanadlarını yelləyərək çölə uçdu. Leyla onu izləyərək çiçəklərin üzərinə qonduğunu gördü. O zaman başa düşdü ki, kəpənək həqiqətən də evdə yaşaya bilməz. Leyla kəpənəyə baxaraq gülümsədi.